Hər birinizi salamlayıram dostlar, kanalımıza və videomuza xoş gəlmisiniz. Başladan gördüyünüz kimi bugün nə edirik? Bugün İlkin Feyziyev 100 abunə olanda bir video paylaşıb ona reaksiya verəcəyik. Həqiqətən də bilmirəm neçə il əvvəl falan paylaşıb. Deyəsən 6 il idi mən bilən, tam yadımda deyil. Yəni də 100 abunə olub, video paylaşıb, izləyicilərlə bölüşüb sevincini. Biz də ona tapdım, dedim də reaksiya verəcəm buna mən. İnşallah videonu bəyənərsiniz, kanalımıza abunə olub, videomuza like atmağı yaddan çıxarmayın. Keçdiyi videoya İlkin Feyziyev yorum yazsa çox sevinərəm. İlkin Feyziyev baxırıq burada yenə arıq bir vəziyyətdədir. Yəni köçalon vaxtı olmayıb bu adamın. Hamınıza salam dostlar. Yepyeni bir videoma xoş gəlmisiniz. Bu videoda mən İlkin Feyziyev sizlərlə 100 abunə sevincimi bölüşəcəm. 100 abunəyə necə çatdım? Əl-qol hərəkətləri eynidir. 6 il əvvəlki və indiki. İlkin Feyziyevdə əl-qol hərəkətlərində dəyişiklik yoxdur. 6 il əvvəl də mən bilən bu tam bilmirəm. Yəni baxmadan girdim, yüklədim videonu, dedim ki, hələ reaksiya verib bir dəfəlik paylaşaram da kanalda. Yəni qabaqcadan baxmamışam. İndi baxıram hal-hazırda yəni. Bunun barəsində videolarım haqqında bəzi videolar seçmişəm. Onlar haqqında ya 2 video seçmişəm. Onlar haqqında biraz məlumat verəcəm. 100 abunəyə necə gəlib çatdığımdan danışacağım. İlk olaraq sizə YouTuber sinif yoldaşıma Ali İsmailovdan gələn təbrik videosunu göstərim. Ali, çox sağ ol. Nə yaxşı ki varsan, yəni mən YouTuber dostum deyir Əli. Görəsən Əli ilə videolar var kanalında. İndi yəni təzə. Vallahi nə bilim. Baxaram o haqda da bir maraqlı gəlir həqiqətən mənə. Görəsən Əli dostu ilə, yəni uşaqlıq dostu ilə indi video çəkirmi görəsən? WhatsAppda bir təbrik videosu çəkib atıb. Çox sağ ol Ali, nə yaxşı ki varsan. Ali səni də təbrik edirəm. Əlinin də kanalı var. Ali İsmailov. Ona da abunə olsanız sevinərəm. Ali də elə bu yaxın. Aha, Əlinin də kanalı var deyir. Əli İsmailov. Baxacam bu kanala mən mütləq. İndi axtarışda çıxsa ya. Ona da 700 abunə oldu. Səni də buradan təbrik edirəm Ali. İndi isə birinci Əlinin mənə atdığı təbrik videosunu izləyək. Sonra isə keçək öz videomuza. Salam İlkin və onun dəyərli izləyiciləri. Mən də buradan söz çox uzatmadan İlkini təbrik edirəm. İlkinlə bu il tanış olmuşam, amma İlkinin necə bir ürəyə sahib olduğunu başa düşmüşəm. İlkin çox yaxşı bir insandır. Onun kanalında da uğurlar arzulayıram. 100 abunə. Onsuz da YouTuberin dostluğu tutur. Allah 100.000 olarsan, 1000 olarsan. Hər neysə, səni təbrik edirəm bir daha. Hiss olunur ki, Qaqaş İlkinin sevincinə şərik olub sevinir, yəni danışa bilmir. Hal-hazırda o videonu. İndi isə biz danışaq, nədən danışaq? Yəni mən ilk dəfə YouTube'a 19 oktyabr 2018-ci il tarixində bir video atdım. Tam gününə kimi bilir. Mən də günü falan yaddan çıxıb, ili bilmirəm nə vaxt başlamışam. Bir il olmayıb əslində, yəni də gününü bilmirəm, yadımda saxlamamışam. Özdə mən 2 günə 100 abunə falan olmuşdum. Əvvəllər çox izlənirdim, indi kanalın aktivliyi falan ölüb. Həmin videonun adı Azərbaycan dil testindən 5 almışıq videosu idi. O videonu da Ali İsmailovdan çəkmişdik. Ya bura o videonun şəklini qoyacağam indi hal-hazırda. İlkin kostyumuna falan baxın bir dənə. Çox yaraşıqlı görünür. Baxın dostlar, o videonu biz əslində Murta çəkmişdik, elə belə çəkmişdik. Instagramda olur ha. Yəni 53 saniyəlik videodur özü də. Gördünüz də bayaq burada. Elə belə bilinir ki, elə Murta çəkib. Azərbaycan dil testindən 5 almışıq adlı video. Əvvəlki 200 izlənmişdi. Əvvəlkinə görə yaxşı deyil, 200 izlənmə məncə. Bir də dostlar, Instagram səhifəmin adını dəyişmişəm. O videoya baxarsınız, orada ilki 400 demişəm Instagram səhifəmi. Buradan indi çıxacaq ilki 2006. Ona yəni Instagramda takip etməyi unutmayın. Hər neysə dostlar, deməli o Azərbaycan testindən 5 almışıq videosunu Instagramda mən orada 24 saatlıq yerlər olur ha. Mən ora qoymaq üçün çəkmişəm. Hekayə paylaşmaq üçün çəkib əslində o videonu. Səhifəmi paylaşdıqdan sonra xoşum gəldi. Həmin gündə təsadüfən YouTube açdığımdan videonu, yəni başqa video yox idi telefonda. O videonu yüklədim YouTube-a. Və həmin video hal-hazırda 226 baxış yığıb hələ ki. 32 like var, 1 dislike var. Yəni məncə yaxşıdır. Əvvəlcə mən də dislike-a çox fikir verirdim. İndi heç fikir vermirəm. Pis yorumlara falan. İstər-istəməz adam biraz sıxılır da. Sonra da mən 100 abunəyə çatdıran videodan danışaq dostlar. Həmin video hansı videodur? Çox maraqlı gəlir mənə də. Həmin video hansı videodur? İlkin Feyziyev hansı videoyla yəni 100 abunəyə çatıb burada belə bu yaşda yəni. İlkin Feyziyev 50 abunə klip. Özdə fikir verdim burada. Yəni də burada yəni də siz də gördünüz də yəqin ki
videonun başlığını düz yazır, doğru şəkildə yazıb, yəni bu yaşda. O mənim 50 abunəyə özəl videom idi. Bu 100 abunəyə özəldir. 50 abunəyə özəl videodan sonra 2 video atdım, cəmi 100 abunəyə çatdım. Amma ondan əvvəl elə ki o 50 abunə klip mənim səhv eləmirəmsə 29-cu videom idi ya 30-cu videom idi. Gəlib 50 abunəyə çatmışdım, amma indi 50 abunədən 2 video sayəsində 100-ə qalxdım. Əşmərlə Küçət Play Games oynadıq cəza. Bir də Quşatan Vədə Fırma Challenge Azərbaycanda ilk. Mənə elə gəlir ki, bir də İlkin Feyziyev 50 abunə klip. Bu mənim YouTube-da ən çox baxış, ən çox like, ən çox şərt toplayan videomdur dostlar. 414 baxış toplayıb, 35 like toplayıb, 1 dislike toplayıb, həmçində 23 şərt toplayıb dostlar. Ora baxsaz görərsiniz 4-5 dənə türkcə şərh yazıb. Türkcə şərh yazıb deyir hətta. Yəni o videoya da baxın, şərhlərə də baxın. Yaxşı deyə YouTube-a başlamaq istəyən başlasın da. Yəni motivasiyada 100 abunəsi olub, indi görürsüz 200 minə doğru gedir. Çox blogerlərin videolarına reaksiya verəcəm. Mən çox YouTuberlərin əslində. İnşallah yavaş-yavaş yəni. Mən sizlərlə sevincimi bölüşdüm. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Hər birinizə minnətdaram. Çox sağ ol deyirəm. Nə yaxşı ki varsınız. İnşallah bundan sonra 1000 olarıq, 10 min, 100 min, 1 milyon belə irəliləyərik. Neyse dostlar, sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Sağ ol. Neyse dostlarım, bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videomuza like atırsınız. Bir də ki, kanalımıza abunə olmağı yaddan çıxarmırsınız. Kanalımıza abunə olsanız sevinərəm. Çünki kanalımızın aktivliyi bayağı ölüb. Türklər demişkən, bayağı ölüb. Yəni ki, gedir də kanal. Abunə olun ki, like atın ki, yorum yazın ki, kanalımız biraz aktivləşsin. Mən də daha da həvəsə gəlim. Əvvəlki kimi hər gün video atmağa davam edeyim. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz.